Salam, mənim gözəl bacılarım, necəsiz? İnşallah ki, yaxşı olarsınız. Qızlar, yadınızdadır, mən keçən dəfə dananın kəllə ətindən yeməklər hazırlamışdım, çəkmişdim. Yəni bu səfər də dedim sizə daha ətraflı göstərim. Mən qızlar əti yaxşı çəkdikdən sonra duz, istiot hər şeyi vurdum. Yəni əslinə qalsa kişnişi şüyüd də vuracaqdım, amma əlimdə olmadığına görə vura bilmədim. Gətirdim, qıyma elədim qızlar. Biraz da yanına kartof qızartmışdım, amma onu çəkmədim, göstərmədim. Əslinə qalsa yoldaşım deyir ki, hər şeyə kartof vurma. Mən kartoflu sevirəm, bütün yeməklər. Amma yoldaşım istəmədiyinə görə elə təkcə belə qıyma hazırladım. Hətta o mənə deyirdi ki, gəl buna yumurta da vur üstünə. Dedim, yox, o qəribə bir dadı olar. Dedi, heç nə olmaz. Amma onun üçün ayrı götürdüm, artıq deyim, vurdum. Yedi, həqiqətən də çox da bəyəndi, dedi əladır, amma mən baxdım dadına heç sevmədim. Yəni qətiyyən. Əslinə qalsa qıymaya tomat da vurulur. Mən biraz problemim var deyə vura bilmədim. Ona görə də tomatsız bişirdim qızlar. Burada da qızlar qəşəng soğanı doğradım. Biraz duz vurmuşdum, biraz da pəsəx vururam ki, qəşəng karamellizə olsun. Burada da ətini əlavə eləyirəm qızlar. Biraz çox elədi. Qaynatam yadda yesin. İbrahim yemir belə yeməklər. Amma yəni üçümüz də yedik. Qaynatam, qardaşıma da verdim. 4 nəfər də yedik. Həqiqətən də bol oldu da. Yəni çatdı hamımıza da. Burada bəlkə biraz az görünür, amma hamımıza çatdı. Çox həm doyumludur, həm də dadı çox gözəldir qızlar. Yəni o necə deyim sizə, hazırlamaq istəsəniz, yəni açıq deyim də rahatçılıqla hazırlaya bilərsiniz. Çox dadlı olurmuş. Yəni mən birinci səriydə dadırdım. Yəni süfrə də biraz nəmcüm eləyirdim, amma gördüm ki, yox. Digər ətlərdən heç bir fərqi yox imiş. Qızlar, istəsəniz əgər siz ona duz, istiot vurandan sonra sarımsaq da vura bilərsiniz və yaxud da sarımsaq tozu da vura bilərsiniz. Mən vurmaq istəmədim, ona görə vurmadım. Yoxsa yəni çox da dadlı olur. Belə adi ətdən də hazırlamışam, belə çox dadlı olur. Məsələn, makaronda, xəngəldə, belə şeylərdə daha dadlı gedir, amma belə təkcə də çörəklə yeyəndə dadlı olur, pis olmur. Qızlar, burada da görürsünüz, yaxşıca qovrulur ət. Hələlik qızlar, mən burada sağollaşıram sizlərlə. Özünüzə yaxşı baxın. İnşallah videolarımı sizlərin o gözəl xoş rəyinizi gördükdən sonra tez-tez paylaşacağım. İnşallah bəyənərsiniz, abunə olarsınız. Hər birinizə sonsuz təşəkkür edirəm. Hələlik qızlar.